Bədənimizin super qəhrəmanları. Salam əziz dostlar, mənim adım Hüseyndir və bugün sizlərə bədənimizin içindəki super qəhrəmanlardan danışacağam. Bədənimiz necə möcüzəli bir sistemə sahibdir? Bunu bir yerdə öyrənəcəyik. Gəlin birlikdə bədənimizin qəhrəmanlarına nəzər salaq. Bir mucizedir. Hər gün yenidən başlar. İlk qəhrəmanımız ürəyimizdir. Ürək bədənimizin enerji mərkəzidir. Hər dəqiqə döyünərək qanı bədənimizin hər yerinə göndərir. Ürək o qədər çalışır ki, o yorulmaq bilmir. Quranda belə bir ayə var. Biz insanı ən gözəl şəkildə yaratdıq. Surətin ayə 4. Ürək də bu yaradılışın mükəmməl bir hissəsidir. İndi isə beyin qəhrəmanımıza baxaq. Beyin bizim bilik bazamızdır. O, hər şeyin idarəçisidir. Düşünmək, öyrənmək, hətta oynamaq hamısı beynimizdən gəlir. Beyin bədənimizin ən ağıllı kanalıdır. Əgər beynimiz olmasaydı, nə düşünərdik, nə də oynaya bilərdik. Beynin işini təsvir etmək üçün bir misal çəkək. Siz sevdiyiniz bir oyunu oynayarkən, beyin sizə lazım olan bütün hərəkətləri necə edəcəyinizi deyir. İnsan bir mucizedir. Hər gün yenidən başlar. Gələk sümüklərimizə və əzələlərimizə. Sümüklər bədənimizin çərçivəsidir. Əzələlər isə hərəkət etməyimizi təmin edir. Sümüklərimiz bədənimizin strukturudur. Əzələlərimiz isə hərəkət etdirəndir. Əzələlərimiz sümüklərə bağlanır və bizə müxtəlif hərəkətləri etməyə kömək edir. Hər dəfə qaçanda, rəqs edəndə əzələlərimiz bizi dəstəkləyir. İndi isə qida sistemimizə baxaq. Yediyimiz qidalar bədənimizə enerji verir və bizi güclü saxlayır. Qida sistemimiz də bir qəhrəmandır. Çünki bədənimizi qida ilə doldurur. Quranda belə bir ayə var. O, göydən su endirir, onunla sizə həyat verir. Surə Ən-Nəhl, ayə 65. Bu ayə suyun və qidanın bədənimiz üçün necə vacib olduğunu bizə xatırladır. İndi isə bir neçə maraqlı məlumat verim. Məsələn, bədənin ən güclü əzələsi bud əzələsidir. O, bədənin ən böyük əzələsidir və yürüdükdə kömək edir. Sümüklərimiz isə bədənimizin çərçivəsini təmin edir və bir çox fərqli funksiyaları var. Və indi tapmaca vaxtıdır. Bu bədən qəhrəmanları ilə bağlı bir tapmaca var. Bu qəhrəman hər zaman qanı bədənimizin hər yerinə paylayır. Sizcə bu kimdir? Düşünün, tapın. İnsan bir mucizedir. Hər gün yenidən başlar. Bəli, doğru bildiniz, ürəkdir. Bütün qəhrəmanlar bədənimizdə öz işlərini mükəmməl şəkildə yerinə yetirirlər. Hər bir hissə və sistem bədənimizin düzgün işləməsi üçün çox vacibdir. Bədənin bu qədər möcüzəli və xüsusi olduğunu bilmək çox maraqlıdır. İndi isə sizə bir sualım var. Bədənimizdəki hansı digər qəhrəmanları tanıyırsınız? Bunu şərh bölməsinə yazın və sizin fikirləriniz mənə çox maraqlıdır. Əgər videolarımızı bəyəndinizsə və daha çox belə maraqlı mövzular öyrənmək istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Sizlərin dəstəyi bizə çox önəmlidir. Videonun altına abunə ol düyməsinə basmağı və videonu bəyəndiyinizi qeyd etməyi unutmayın əziz dostlar. Sağ olun, salamat qalın. Gələn dəfə görüşənədək. Kalp atıyor her an dolu. Beyin düşünüyor çok akıllı. Bizim için her şey kolay. Elleri var tutar sımsıkı. Ayakları var
koşar sık sık. Gözler dünyayı hep izler, aklımızda hep bir fikir. Kahraman bedenimiz, hareket ederiz hep biz. Birlikte güleriz, seviniriz, küçük mucizeler diyarıyız. Kaslarımız güçlü ve sağlam, kemiklerimiz hep dayanır. Ciğerlerimiz nefes alır vermez, her anımız sağlıkla dolu. Bir makine gibi işleyiz, birlikte kuvvetliyiz. Kahraman gibiyiz çocuklar, her günümüz macera. Kahraman bedenimiz, hareket ederiz hep biz. Birlikte güleriz, seviniriz, küçük mucizeler diyarıyız.